Bismillahirrahmanirrahim. Hürmetli ve değerli dinleyiciler, dünyanın her harasında bizi eşidirsiniz, sizleri salamlayıram. Bəhsimizin mövzusu ailə məsələsidir. Yetişdik Rum suresinin 21. ayəsinə ki, Allah bu ayədə ailə xüsusunda bizdən məvəddət istəyir və məvəddət məhəbbətin və sevginin göstərməsidir. Madam ki, əməldə göstərməsən, ona sevgi deyilə bilər, məhəbbət deyilə bilər, amma məvəddət deyilməz. Bu məsələni mətrəh elədik ki, nə amillər səbəb olarlar sevgiyə, nə amillər səbəb olarlar məhəbbətə, nə amillər səbəb olarlar sevginin və məhəbbətin artırmasına, məvəddətə amil olub və artırmasına səbəb olarlar. Hər verilişdə bəzi o amilləri, səbəbləri işarə edirik. Keçən verilişdə yetişdik əxlaq məsələsinə, nəzakətli olmaq və əxlaqlı olmaq. Buyurdu ki, Əl-xuluqul həsən məcləbətun lil-məvəddə. Əxlaqlı olma, nəzakətli olma səbəb olar məvəddətə, səbəb olar məvəddətin artırmasına. Ailədə insan əxlaqlı ola, nəzakətli ola, Allah bunun sevgisin, məhəbbətin, ailənin əzasının qəlblərində qərar verəcəkdir. Bəzi rivayətləri bu xüsusda oxuduq, qalmışlarım mən davam eləyirəm. İmam-ı Sadıq əleyhissalam buyurur ki, Allah bəzi peyğəmbərlərə vəhy elədi, Əl-xuluqul həsən yumithul xətiə, kəmal kəmithul şəms əl-cəlid. Nətər günəş buzu əridər, iyi əxlaq, gözəl və yaxşı əxlaqlar insanın günahlarını və xatalarını əridib zob elərlər. İnsanın günahları məhv olar. Pəs əxlaqlı olma, nəzakətli olma o amillərdəndir ki, insanın günahlarını əridər və bağışlatdırar. Bir başqa hədisdə İmam Cəfər Sadıq əleyhissalam buyurur ki, Peyğəmbərin ümməti hamı amillərdən üstün səbəb olan ki, cənnətə daxil olarlar iki şeydir. Əksərən bu iki şeylə daxil olarlar cənnətə. Əktəru ma təllicu bihi ümməti əl-cənnə. Əksərən Peyğəmbər ümməti iki şeyə görə daxil olarlar cənnətə. Təqvallah, təqvalı ola insan, Allahın haramlarından özünü qoruya və çəkinə, vaciblərə, fərz olanlara əməl eləyə. Bu bir, təqvalı olmaqlıq. İkinci, husnul xuluq, əxlaqlı olmaqlıq, nəzakətli olmaqlıq səbəb olar insan cənnətə daxil olsun. O amil ki, səbəb olur insan cənnətə daxil olsun. Bu dünyada da əxlaqlı insanlar hər yerdə olsalar ora cənnət olar. Ailədə hamı əza əxlaqlı olarlar, bu ailə cənnətə bənzəyir. Sanki bir cənnət bu dünyadadır. Və la əyşə əhnəu min husnil xuluq. Heç həyat, heç yaşantı şirin deyir o ailədən və həyatdan ki, əxlaqlı olalar. İnnə li əhlil cənnə ərbə əlamat. Buyurur, cənnət əhlinin 4 nişanəsi vardır. Vəçhin munbəsit, təbəssümlü yüzü olsun. Və lisanin lətif, yumuşaq dili olsun insanın, acı, iynəli, tikanlı danışan adam olmasın. Və qəlbin rəhim, insan rəhmili bir qəlbi olsun, rəhmisiz olmasın. Və yədin mu'tiyə, cənnət əhli verən əl varlarıdır. İta eləyən əli Allah daha artıq sevir. Ma yəqdəmul mu'min aləllahi əzzə və cəl bi əməlin bə'dəl fəraid əhəbbə iləllahi təala min ən yəsəən nas bi xuluqihi. Vacibatdan sonra
heç bir əməl əxlaq səviyyəsində deyir və Allaha məhbub deyir. Ən sevimli əməl vacibatdan sonra, ən sevimli əməl vacibatdan sonra əxlaqlı olmaqlıqdır. Əxlaq insanı Allah yanında ucaldar. İnsanın günahlarını bağışlattırandır. Kəmulə imanuhu buyurur, insanın imanın mükəmməl eləyəndir. Nə şey əxlaqlı və nəzakətli olmaqlıq. Buyurur, insanın əməl tərəzisində, qiyamət günündə heç bir şey əxlaqla musavi ola bilməz. Əxlaqla musavi və bərabər ola bilməz. Ma yudəu fi mizan imri'in yevməl qiyamə əfzəlu min husnil xuluq. Qiyamət günündə insanın əməl tərəzisinə heç zat qoymazlar, əxlaqdan üstün olsun. Hər bir əməldən üstün olan buyurur ki, əxlaqlı olmaqlıq və nəzakətli olmaqlıqdır. Qiyamət günündə hamı insanlar istəyirlər Xatəm Peyğəmbərə yaxın olsunlar. Peyğəmbər öyrətdi bizə, kim eləyə bilər hamıdan Xatəm Peyğəmbərə daha yaxın olsun. Əqrəbukum minni məclisən fil cənnə, əhsənukum əxlaqən fid dünya. O kəs ki istəyir qiyamət günündə Xatəm Peyğəmbərə daha yaxın olsun, hamıdan yaxın olsun, kimdir onlar? Əxlaqlı insanlar, nəzakətli insanlar Peyğəmbərə yaxındılar qiyamət günündə ki, hamının əvvəlin-i axirin arzulayırlar ki, biz Xatəm Peyğəmbərə, rəhmətən lil aləmin Peyğəmbərə yaxın olaq. Öyrətdi ki, kim yaxındır? Buyurdu, o kəs ki, əxlaqlı olmuş ola, hamıdan daha yaxındır. Nə əcib, maraqlı bir hədisdir bu hədis. Buyurdu, əxlaqsız insan, nəzakətsiz insan tövbə eləsə başqa bir xəta yapacaqdır. Başqa bir bəlaya düşəcəkdir. Qalən Nəbi, Əballahu əzzə və cəlli sahibül xuluqus səyyi bit tövbə. Allah əxlaqsız insanın tövbəsini qəbul eləmir. Olurmu belə şey ya Rəsuləllah? Əxlaqsız insan, yəni tövbə eləsə qəbul olmaz. Buyurur, əxlaqsız insan görək öncə əxlaqsızlıqdan, nəzakətsizlikdən tövbə eləsin, sonra başqa əməllərdən. Yəni, əxlaqsız insan başqa əməllərdən tövbə eləsə, başqa bir xətaya düşəcəkdir. Lazımdır, öncə əxlaqsızlıqdan, nəzakətsizlikdən tövbə eləsin. Və keyfədə ki, ya Rasulallah, olurmu belə şey? Allah qəbul etməsin əxlaqsız insanın tövbəsin. Buyurdu, لِأَنَّهُ اِذَا تَابَ مِنْ ذَنْبٍ وَقَعَ فِي ذَنْبٍ əzəmə min. Buyurur, bir günahdan tövbə eləsə, ondan daha böyük günaha düşəcəkdir, bəlaya düşəcəkdir. Öncə gərək əxlaqsızlıqdan, nəzakətsizlikdən tövbə eləsin. İstiriz Allahın ruzi xəzinələri, rızıq xəzinələri üzüzə açıla, o amillərdən ki, rizqi çox elər, vüsət verər, genəşdirər biləz üçün nədir? Buyurur, əxlaqlı olmaqlıqdır. Və fi səətil əxlaq, kunuzul ərzaq. Əxlaqlı olmaqlıqda, buyurur, Allahın ruzi xəzinələri sizin üzünüzə açılar. O şeylərdən ki, insanın rizqini, ruzisini artır, biri əxlaqlı olmaqlıqdır. Ruzi, maddi ruzi istər olsun, mənəvi ruzi istər olsun. Mənəvi rizqları da artar, maddi rizqləri də artar. Mən saə xuluquhu, daqər rizquhu. Kim əxlaqsız olsa, Allah onun rizqini, ruzisini sıxıntıya salacaqdır, az elər. Əs-səyyi'ul xuluq, kəthirut təş. Buyurur, o kəs ki, əxlaqsız ola, bu çox xəta yapacaqdır. Xəta işləri başqalarından çox olar. Rəbbə əzizin əzəlləhu xuluquh və zəlilun əəzzəhu xuluquh. Buyurur, əxlaq insana izzət verəndir. Nə qədər izzətsiz insanlar izzət taparlar,
Nəyin səbəbi ilə? Əxlaq səbəbi ilə izzət taparlar. Və nə qədər izzətli insanlar zillətə düşərlər əxlaqsızlıq səbəbi ilə. Həssin xuluqəkə yuxəffifillah hisabəkə. İstəyirən qiyamət günündə Allah sənin hesab kitabın hasad tuta, asan hesab kitab çəkə, yüngül ola sənin mühasibən. Buyurur, əxlaqlı olsan, Allah yüngül elər sənin mühasibən. Çox dırnaq dibə salmaz, ağır eləməz. Mənə son hədis olunsun. Əvvəlu ma yudəu fi mizanil əbd yevməl qiyamə husnu xuluqihi. Birinci və ilk şey ki, insanın əməl tərəzisində qoyarlar qiyamət günündə əxlaqdır. Əxlaqda Allah bizə neçə verir, neçə nüməra verir biləmizə, neçə imtiyaz verir. Birinci şey ki, insanın əməl tərəzisində yazılır əxlaqdır. O cür ki, əməl dosyasının da üstündə yazır, əxlaq barəsində yazır. İnşallah hamımız Peyğəmbərimizdən təbəiyyət eləyib, tabi olaq, əxlaqlı olaq ailələrimizdə. Vəssalamu aleykum və rəhmətullah və bərəkətuhu.